Ölüler bizi eşidirmi? Allah Teala Kur'an-ı Kerim'de buyurur ki inneke la tusmi'ul mevte. Sen ölüleri eşittere bilmersen. Yani ölüler eşitmir. Bu bir ayet. Neml surasındadır. Fatır surasında Allah Teala yine de bunu təsdiqləyir ki: "Və ma ente bimusmi'in men fil kubur." Sen qəbirlərdə olanları eşitdirə bilmərsən. Yəni onlar eşitmir. Tamam. Kur'an-ı Kerim'de biz görürük ki ölüler eşitmir. Ve lakin bazı istisnalar var ki Peygamber sallallahu aleyhi ve sellem beyan edip ki o zaman ölüler istisna olarak eşidir. Mesela Peygamber sallallahu aleyhi ve sellem buyurub ki insan onu bastırandan sonra qohumları gedəndə onların addımları eşidir. Və həmçinin bəzi eşitməklər Peyğəmbərin aleyhissalatu vesselamın möcüzələri idi. Necə Bədir döyüşdən sonra o müşriklərin cəsədlərini quyuya atdılar və Peyğəmbər sallallahu əleyhi və səlləm yaxınlaşdı və onların başladı bir-bir adını çağırmağa, Əbu Cəhil və s. yəni məşğullarını. Gördünüzmü axırı? Allah mənə nə vəd etdi, mən onu gördüm. Yəni qələbə mənə vəd etmişdi. Sizə isə vəd məğlub olmaq idi. Gördünüzmü bunu? Peyğəmbər sallallahu əleyhi və səlləm onlara elə bir sual verir. Hətta Ömər radiyallahu anh gəlir Peyğəmbər sallallahu əleyhi və səlləm və soruşur: "Ya Rasulullah, onlar mənim eşidirlər bizi?" Çünki Ömər radiyallahu anh görürdü ki, Quran-ı Kərimdə ümumiyyətlə Peyğəmbər sallallahu əleyhi və səlləm xəbər vermişdi ki, ölülər eşitmir. Lakin Peyğəmbər aleyhissalatu vesselam buyurur ki: "Ey Ömər, necə ki sən məni eşidirsən, onlar da məni belə eşidir." Bu əlbəttə Peyğəmbərin möcüzəsi idi ki, eşitdirib Allah onlara Peyğəmbərin xitabını. Ona görə ümumən ölülər eşitmir və lakin bəzi hallar var, hansı ki ona səhih hədislər dəlalət edir, onlar eşidə bilər. Allah da yaxşı.